Qoç 19 yanvar qoçlar üçün olduqca enerjili və taleyüklü bir gün ola bilər. Bu gün daxili gücünüz artacaq və uzun zamandır ertələdiyiniz qərarları vermək istəyəcəksiniz. Sevgi həyatında emosiyalar ön planda olacaq. Əgər münasibətdədirsinizsə, partnyorunuzla ciddi söhbətlər edə bilərsiniz. Keçmişdən qalan incikliklər üzə çıxa bilər, amma düzgün ünsiyyətlə hər şey yoluna düşəcək. Subay qoçlar üçün ani tanışlıqlar və sürətli yaxınlaşmalar mümkündür. Qəlbinizi tez açmamağınız tövsiyə olunur. Pul məsələlərində ehtiyatlı davranmaq vacibdir. Gözlənilməz xərclər büdcənizi sarsıda bilər. Bu gün riskli maliyyə addımlarından uzaq durun. Borc vermək və ya kreditlə bağlı qərarlar üçün uyğun gün deyil. Əvəzində gələcək üçün plan qurmaq faydalı olacaq. Karyera sahəsində aktivlik artacaq. Rəhbərlik tərəfindən diqqət çəkə bilərsiniz. Yeni təklif və ya məsuliyyət sizə təqdim oluna bilər. Tələsmədən düşünərək qərar verin. Günün sonunda yorğunluq hiss olunsa da daxili məmnunluq yaşayacaqsınız. Buğa 19 yanvar buğalar üçün daha çox sabitlik və düşüncə günüdür. Daxili dünyanızda bəzi suallar sizi narahat edə bilər. Sevgi münasibətlərində sakitlik ön plandadır. Partnyorunuzdan daha çox diqqət və qayğı gözləyə bilərsiniz. Açıq danışmaq münasibəti möhkəmləndirəcək. Subay buğalar üçün keçmişdən biri yenidən gündəmə gələ bilər. Bu qarşılaşma sizdə qarışıq hisslər yarada bilər. Pul baxımından nisbətən sabit gündür. Gəlirlərinizlə bağlı müsbət xəbər ala bilərsiniz. Lakin lüks xərclərə meyl arta bilər. Özünüzü cilovlamaq faydalı olacaq. Uzun müddətli investisiya planları üçün uyğun gündür. Karyera həyatında səbir tələb edən situasiyalar ola bilər. İş yoldaşları ilə fikir ayrılığı mümkündür. Emosiyalarınızı nəzarətdə saxlayın. Səyləriniz gec də olsa dəyərləndiriləcək. Axşam saatları planlama və analiz üçün idealdır. Əkizlər 19 yanvar əkizlər üçün ünsiyyət və xəbər günüdür. Gün ərzində çoxlu zəng və mesaj ala bilərsiniz. Sevgi sahəsində romantik sürprizlər mümkündür. Partnyorunuzla ünsiyyətiniz güclənəcək. Uzun zamandır deyilməyən sözlər bu gün dilə gələ bilər. Subay əkizlər üçün sosial şəbəkə və ya dost çevrəsindən tanışlıq ehtimalı yüksəkdir. Maliyyə məsələlərində diqqətli olun. Kiçik qazanc imkanları yarana bilər, amma xərclər də paralel artacaq. Pulunuzu planlı xərcləmək vacibdir. Qısa müddətli layihələrdən gəlir əldə edə bilərsiniz. Karyera baxımından yeni ideyalarınız diqqət çəkəcək. Rəhbərliklə müzakirələr üçün yaxşı gündür. Sözlərinizlə təsir gücünüz artacaq. Amma başladığınız işləri yarımçıq qoymamağa çalışın. Günün sonunda zehni yorğunluq hiss edə bilərsiniz. Xərçəng 19 yanvar xərçənglər üçün emosional dalğalanmalarla dolu ola bilər. Keçmiş xatirələr tez-tez ağlınıza gələcək. Sevgi həyatında səmimiyyət və güvən ön plana çıxır. Partnyorunuzdan dəstək görmək istəyəcəksiniz. Kiçik anlaşılmazlıqlar böyümədən həll oluna bilər. Subay xərçənglər üçün ciddi münasibətə başlama ehtimalı var. Pul mövzusunda gözlənilməz gəlir və ya geri qaytarılan borc sizi sevindirə bilər. Ev və ailə ilə bağlı xərclər arta bilər. Büdcənizi düzgün idarə etməlisiniz. Karyera sahəsində məsuliyyətlər artacaq. Rəhbərlik sizdən daha çox şey gözləyə bilər. Duyğusal qərarlardan uzaq durun. Səbir və planlı hərəkət uğur gətirəcək. Axşam saatları ailə ilə vaxt keçirmək üçün uyğundur. Şir 19 yanvar şirlər üçün diqqət mərkəzində olmaq günüdür. Özünüzə inamınız artacaq. Sevgi münasibətlərində ehtiras və romantika yüksəlir. Partnyorunuzla aranızda güclü enerji olacaq. Qısqanclıq mövzuları gündəmə gələ bilər. Subay şirlər üçün təsir edici tanışlıq mümkündür. Pul baxımından xərclərə diqqət yetirmək lazımdır. Status və görüntü üçün artıq pul xərcləyə bilərsiniz. Gəlir artımı üçün yeni ideyalar yarana bilər. Karyera sahəsində liderlik qabiliyyətiniz ön plana çıxacaq.
Komanda işlərində sözünüz keçəcək. Yeni layihə təklifi ala bilərsiniz. Riskləri düzgün hesablasanız böyük uğur qazana bilərsiniz. Günün sonunda özünüzlə qürur duyacaqsınız. Qız, 19 yanvar. 19 yanvar qızlar üçün düşüncə və analiz günüdür. Bugün hər şeyi ölçüb biçmək istəyəcəksiniz. Daxili səsiniz sizə detallara diqqət etməyi tövsiyə edəcək. Sevgi həyatında tənqidə meyil arta bilər. Münasibətdə olan qızlar partnyorlarının davranışlarını daha çox analiz edəcəklər. Bu isə qarşı tərəfi yorğun sala bilər. Daha yumşaq ünsiyyət münasibəti qoruyacaq. Keçmişdə deyilən bir söz yenidən xatırlana bilər. Subay qızlar üçün iş mühitində tanışlıq ehtimalı yüksəkdir. Bu tanışlıq zamanla ciddiləşə bilər. Pul məsələlərində diqqətli və planlı davranacaqsınız. Lazımsız xərclərdən qaçmaq istəyəcəksiniz. Büdcə planlaması üçün çox uyğun gündür. Kiçik yığım qərarı verə bilərsiniz. Böyük alış-verişləri təxirə salmaq daha doğru olar. Karyera sahəsində məhsuldar bir gün gözlənilir. İşləriniz qaydasında gedəcək. Rəhbərlik sizin məsuliyyətinizi fərq edə bilər. Yeni tapşırıqlar verilə bilər. Özünüzü sübut etmək üçün yaxşı fürsətdir. Günün sonunda zehni yorğunluq hiss olunsa da nəticədə. Tərəzi, 19 yanvar. 19 yanvar tərəzilər üçün daxili balans axtarışı günüdür. Qərar verməkdə çətinlik çəkə bilərsiniz. Sevgi həyatında tərəddüdlər ön plandadır. Münasibətdə olan tərəzilər iki fikir arasında qala bilərlər. Partnyorunuzun gözləntiləri sizi düşündürəcək. Açıq danışmaq problemləri azalda bilər. Keçmiş mövzular yenidən gündəmə gələ bilər. Subay tərəzilər üçün iki fərqli insan arasında qalmaq mümkündür. Hisslərinizlə məntiqli tərəfiniz mübarizə aparacaq. Pul məsələlərində gözlənilməz xərclər çıxa bilər. Bu vəziyyət sizi narahat edə bilər. Büdcəni yenidən gözdən keçirmək lazım olacaq. Borc vermək və ya almaq üçün uyğun gün deyil. Karyera sahəsində əməkdaşlıq ön plana çıxır. Yeni razılaşmalar gündəmə gələ bilər. Danışıqlar uğurlu nəticə verə bilər. Diplomatik davranış sizə üstünlük qazandıracaq. Rəhbərliklə münasibətlər yumşalacaq. Günün sonunda nisbi rahatlıq tapacaqsınız. Əqrəb, 19 yanvar. 19 yanvar əqrəblər üçün dərin və güclü enerjili gündür. İntuisiyanız çox güclü olacaq. Sevgi həyatında ehtiras yüksəlir. Münasibətdə olan əqrəblər partnyorları ilə emosional yaxınlıq yaşayacaqlar. Gizli qalan mövzular üzə çıxa bilər. Qısqanclıq hissləri arta bilər. Açıq danışmaq münasibəti xilas edəcək. Subay əqrəblər üçün cazibədar biri həyatınıza daxil ola bilər. Bu tanışlıq sizi dərindən təsirləndirəcək. Pul məsələlərində risklərə diqqət edin. Ani qərarlar zərər verə bilər. Böyük maliyyə addımlarını təxirə salmaq daha yaxşıdır. Gözlənilməz xərclər mümkündür. Karyera sahəsində strateji düşüncə ön plandadır. Rəqabət güclənə bilər. Səbir və səssiz planlama sizi önə çıxaracaq. Rəhbərlik sizin potensialınızı görür. Gizli dəstək ala bilərsiniz. Günün sonunda daxili gücünüzü daha yaxşı hiss edəcəksiniz. Oxatan, 19 yanvar. 19 yanvar oxatanlar üçün hərəkətli və motivasiyalı gündür. Yeni planlar qurmaq istəyəcəksiniz. Sevgi həyatında azadlıq ehtiyacı artacaq. Münasibətdə olan oxatanlar sıxıldığını hiss edə bilər. Açıq ünsiyyət problemləri azaldacaq. Partnyorunuzla gələcək planlar müzakirə oluna bilər. Subay oxatanlar üçün uzaq məsafəli tanışlıq mümkündür. Bu insan sizə yeni baxış bucağı qazandıra bilər. Pul baxımından şanslı gündür. Yeni gəlir imkanları yarana bilər. Qısa müddətli qazanc ehtimalı var, amma xərclər də paralel arta bilər. Pulunuzu nəzarətsiz xərcləməyin. Karyera sahəsində inkişaf və yüksəliş enerjisi hiss olunur. Yeni təklif və ya layihə gündəmə gələ bilər. Təhsil və ya səyahətlə bağlı qərarlar mümkündür. Rəhbərlik sizi dəstəkləyə bilər.
Günün sonunda özünüzü daha ümidli hiss edeceksiniz. Oğlaq, 19 yanvar. 19 yanvar Oğlaqlar üçün məsuliyyət və intizam günüdür. Gün boyu ciddi mövzularla məşğul ola bilərsiniz. Sevgi həyatında real və ciddi yanaşma ön plandadır. Münasibətdə olan Oğlaqlar gələcəklə bağlı söhbətlər edəcəklər. Partnyorunuz sizdən daha çox diqqət gözləyə bilər. Duyğularınızı gizlətməmək vacibdir. Subay Oğlaqlar üçün iş mühitində tanışlıq mümkündür. Bu münasibət yavaş, amma sağlam inkişaf edə bilər. Pul məsələlərində sabitlik qorunur. Gəlirləriniz nəzarət altındadır. Yığım və investisiya üçün uyğun gündür. Risk etmədən irəliləmək daha doğrudur. Karyera sahəsində zəhmətiniz özünü göstərəcək. Rəhbərlik sizi nümunə kimi göstərə bilər. Yeni məsuliyyətlər verilə bilər. Bu sizi yorsa da gələcək üçün böyük üstünlükdür. Günün sonunda yorğun, amma məmnun olacaqsınız. 19 yanvar dolçalar üçün enerjili və dəyişikliklərlə dolu bir gündür. Fikirləriniz yeniliklərə açıq olacaq. İş və şəxsi həyatınızda maraqlı fürsətlər qarşınıza çıxacaq. Sevgi həyatında sürprizlər və gözlənilməz hadisələr ola bilər. Münasibətdə olan dolçalar partnyorları ilə açıq və dürüst danışıq qurmalıdır. Keçmişdə gizli qalmış məsələlər gündəmə gələ bilər. Subay dolçalar üçün yeni tanışlıqlar və dostluqlar ehtimalı yüksəkdir. Bu münasibətlər yaxın gələcəkdə ciddi ola bilər. Pul məsələlərində şanslı enerjilər var, amma ehtiyatlı olmaq önəmlidir. Riskli investisiyalardan və ani maliyyə qərarlarından çəkinin. Gözlənilməz gəlirlər əldə etmək mümkündür, lakin xərcləri də nəzarətdə saxlamaq lazımdır. Maliyyə planınızı diqqətlə tərtib edin. Karyera sahəsində fərqli ideyalarınız rəhbərlik tərəfindən müsbət qarşılanacaq. Yeni layihələrdə iştirak etmək üçün imkanlar yaranacaq. 19 yanvar balıqlar üçün həssas və emosional bir gündür. Daxili duyğularınız güclənəcək və insanlara daha çox empati göstərəcəksiniz. Sevgi həyatında romantik anlar və yaxınlıq artacaq. Münasibətdə olan balıqlar partnyorları ilə səmimi və açıq dialoqlar quracaqlar. Keçmiş xatirələr yaddaşda canlana bilər. Subay balıqlar üçün taleyüklü tanışlıq ehtimalı yüksəkdir və bu münasibət uzun müddət davam edə bilər. Pul məsələlərində diqqətli olmaq vacibdir. Yardım etmək istəyiniz sizi əlavə xərclərə sürükləyə bilər. Maliyyə planınızı pozmamaq üçün sərhədlər qoymalısınız. Gözlənilməz xərclər ola bilər, buna hazır olun. Karyera sahəsində sakit, amma məhsuldar bir gün olacaq. Yaradıcılıq tələb edən işlərdə uğur əldə etmək mümkündür. Gizli dəstək almaq ehtimalı var, işlərdə tələsmədən və planlı olmaq faydalıdır. Günün sonunda daxili sakitlik və rahatlıq hiss edəcəksiniz.